Salam, hər vaxtınız xeyir əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə iki cür meyvədən, qırmızı alçadan və qırmızı gavalıdan hazırlanan çox ləzzətli olan palçıq turşunu hazırlama qaydasını göstərirəm. İlk olaraq meyvələrin saplaqlarını təmizləyib, yaxşı yuyuruq. Sonra qazana töküb, üzərinə yarım stəkan su əlavə eləyirik. Qazanın qapağını örtüb, orta odda yumşalana qədər bişiririk. Əziz izləyicilər, meyvələr nə qədər yumşaq bişirilsə, bir o qədər bizim işimiz daha rahat olar. Qabıqdan və tumdan tez ayrılar. Aşüzənin altına dərin qab qoyub meyvələri əlavə eləyirik. Meyvələrin suyu süzülür. Süzülən suyu qazana əlavə eləyib qoyuruq qaynamağa. Əziz izləyicilər, meyvənin suyunu ona görə qoyuruq ki, qaynamağa. Nə qədər çox qaynasa, su buxarlandıqca canında olan suyu azalır. Onda meyvənin suyu qatılaşır, sıçramaları da azalır. Yəni fikir olsun deyə paylaşdım. Sonra meyvələr bir qədər soyuduqdan sonra əlimizlə əzərək tomlarını və qabıqlarını ayırırıq. Alınan bu meyvə püresini də qazana əlavə eləyib orta odda bişirməyə davam edirik. Əziz izləyicilər, qazı gür etməyin, turşunu dibi tutmasın. Yaxşı olar ki, dibi yapışmayan qazandan istifadə eləyəsiniz. Ya da dərin, böyük qazandan istifadə eləyəsiniz ki, sıçramaları əgər olarsa ətrafa dağılmasın. Sonra bir dənə də fikir sizə söyləyim. Sıçramalar əgər çox olarsa, qazanın qapaq hissəsinə aşüzəni tərs çevirib, yəni ağzı üstə qoyuruq, onda sıçramalar xeyli azalır. Videoda gördüyünüz kimi turşu kifayət qədər qatılaşıb. İndi zövqə görə şəkər tozu və duz əlavə edib yaxşı qarışdırırıq. Qazanın dibi görünür. Bu o deməkdir ki, artıq turşumuz hazırdır. Görün necə gözəl qatıdır. Hələ soğuyandan sonra lap bərk olacaq. Videonun alt hissəsində açıqlamada resepti mən yazacağam. Siz oradan istifadə edərsiniz. Hazır turşunu qaynar steril olmuş bankalara doldurub təzə qapaqla möhkəm bağlayırıq. Bu reseptlə məndə 2 ədəd 550 qramlıq və 1 ədəd 480 qramlıq banka alındı. Göz haqqınızı halal edin, hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə, like etməyi, kanalıma abunə olmağı, fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Allaha əmanət olun.